اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Həzrəti Muntəzər İmam Məhdi əleyhissalamın doğulmasını və yaxud varlığını göstərən ümumi dəlillərdən biri də Qur'an-ı Kərimin Tövbə surəsinin 119-cu ayəsidir. Ya eyyuhəllezine amenu, ey iman gətirənlər, ittəqullah, Allahdan qorxun və kunu mə'əs sadiqin, və sadiqlərlə birlikdə olun. Allah-u Teala müminlərə xitab edərək onları iki şeyə əmr edir. Birincisi Allahdan qorxmağa, ikincisi də sadiqlərlə, doğruçularla birlikdə olmağa. Niyə? Səbəbi nədir? Çünki müminin imanı yalnız iki şeylə kamilləşər. Biri təqvalı olmaqdır, ikincisi də sadiq olan bir şəxsə itaət etməkdir. Birlikdə olun əmri həmsöhbət olmaq mənasında deyil. Bəlkə itaət etmək, tabi olmaq mənasındadır. Necə ki, bunun bənzəri Fəth surəsinin 29-cu ayəsində gəlibdir. Muhammedun Rasulullah vəllezine ma'ahu, və o kəslər ki, onunla birlikdədir. Yəni, ona tabedirlər, ona itaat edirlər. İndi Qur'an-ı Kərimdə ki, sadiqlər deyilir, sadiqlərə tabi olun, məqsəd məsum olmayan bütün möminlərdir, sadiq olan bütün möminlərdir, yoxsa xüsusi bir tayfa və ya xüsusi bir qrup, o da məsumlarımız nəzərdə tutulur. Əgər rəvayətlərə müraciət eləsək, məsələ öz həllini tapar. Çünki hər hansı bir ayənin nuzuli ilə bağlı, o ayədə Allah-u Teala'nın məqsədi nədir, onunla bağlı rəvayətə müraciət eləsək, hansısa bir imamımızın hədisinə baxsaq, məsələ həllini tapacaq. Gəlin, rəvayətlərə müraciət etməmiş, ayə üzərində durub, diqqətlə düşünək, tədəbbür eləyək. Görək ki, sadiqdən məqsəd bütün sadiq möminlərdir, yoxsa məsumlarımızdır. İtaat edin, birlikdə olun, əmrinin qeydi yoxdur. Qeydsiz qoyulubdur, şərtsiz qoyulubdur. Yəni, hansısa bir işdə tabi ol, hansındasa olmaya bilərsən, belə şey yoxdur. Ümumi, bütün davranışlarda, bütün əqidədə, hərəkətlərdə, əməllərdə sadiqlərə tabi ol. Əgər desək ki, sadiqlərdən məqsəd sadiq möminlərdir, hansı ki onlara ismət məqamı verilməyib, günah da eləyə bilərlər, xətaları da var. O zaman bu həkim və subhan olan Allah-u Teala'nın hikməti və subhaniyyəti ilə ziddiyyət təşkil edir. Niyə? Birdən o sadiq mömin günah etdi və mən də o günahda ona tabi olsam, axı bu Allah-u Teala'nın hikməti ilə ziddiyyəti var. Bir tərəfdən Allah-u Teala əmr edir ki, içdən bu, günahdan çəkin. O tərəfdən də məni
məsum olmayan sadiq möminə tabe etdirməklə günah etməyə məcbur edilmiş oluram. Bax, bunun özü bir dəlildir ki, sadiqdən məqsəd möminlər, isməti olmayan möminlər deyil, məsumlarımızdır. Onlar ki, heç bir zaman günah etməzlər, nəinki etməzlər, günahı zehinlərindən belə keçirməzlər. Hədislərə gəlincə, ümum yox, xüsusi, yalnız əymi əthardan ibarət olduğunu deyirlər. Məsələn, Süleym bin Qeys ki, adı sizlərə bəllidir. Nəql edir ki, bir gün Mövla Əmirul Müminin bir qrup müsəlmanla söhbət eləyirdi. Onlardan soruşdu. Sizi and verirəm Allaha. Bilirsinizmi ki, Allah-u Teala bu ayəni nazil edəndə Salman soruşdu ki, ya Resulallah, ayə ümumi məna daşıyır, yoxsa xüsusi? Yəni, ümumi bütün möminlərə şamildir, sadiq olan, yoxsa xüsusi möminlər, yəni məsumlara? Resul-i Əkrəm buyurdu, ayə bütün möminlərə xitab edir, müraciət edir. Əvvələ belə başlayırdı da, ya əyyuhəl-ləzinə əmənu, ey iman gətirənlər, bütün möminlərə xitab var, amma sadiqin sözü, sadiqlər sözü qardaşım Əliyə və qiyamətə qədər ondan sonra gələn vəsilərə aiddir. Onlar dedilər, bəli, biz bu hədisi Peyğəmbərdən eşitmişik. Və Təbərsi rəhmətullah əleyh özünün təfsir kitabında ayə ilə bağlı İmam Baqir əleyhissalamdan hədis gətirir ki, İmam Baqir əleyhissalam buyurur ki, Allah-u Teala ki buyurur, sadiqlərlə birlikdə olun, yəni mə'əl Muhammed, Muhammed ailəsi ilə birlikdə olun, Ali Muhammed ilə birlikdə olun. Həmin Ali Muhammeddən biri də günümüzdə Həzrəti Məhdi əleyhissalamdır ki, bugün bizə düşən ona itaətdir. Onunla birlikdə olmaq, ona tabi olmaqdır. Sual verilə bilər ki, axı sadiqun, sadiqlər cəm gəlibdir. Bizim danışığımızdan belə çıxdı ki, bir sadiqə tabi olmaq, amma ayə cəm deyir, sadiqlər deyir. Yəni, hər bir əsrin, zamanın insanı sadiqlərə neynəyəcək? Tabi olacaq. Cavabı bundan ibarətdir ki, ayədə sadiqlərin deyilməsi heç də bir neçə sadiqin olmasına görə deyil. Ayə ki, bütün əsrlərə şamil olur, ayə ki, bütün zamanlara şamil olur, aidliyi var və hər bir əsrdə sadiq olmalıdır deyə ona görə sadiqlər cəm gəlirdi. Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmin dövrü nə qədər ki, Resul-i Əkrəm sağ idi, ondan başqa itaat olması ikinci şəxs yox idi. O dövrün möminləri ona itaat edirdi. Bu özü dəlildir ki, sadiqlərin cəm halda gəlişi ayənin bütün əsrlərə şamil olmasına görədir. Nəinki bir neçə sadiq məsələsinə görə. Həzrət Əli əleyhissalamın dövründə olanlar da Həzrət Əliyə tabi oldular. İmam Həsən əleyhissalamın dövründə də İmam Həsənə tabi oldular. İmam Həsən Əskəri əleyhissalamın dövründə olan möminlər sadiq olan İmam Həsən-i Əskəriyə tabi oldular. Əgər desək ki, Həzrəti Məhdi Əccəlallahu fərəcəh doğulmayıb və yaxud da hazırda varlığı yoxdur, onda bugünün, bu əsrin mömini kimə tabi olsun? Axı Allah-u Teala buyurur, sadiqlərlə birlikdə ol. Əgər ilahi höccət indi olmasa, mən Allah-u Teala'nın əmrini necə yerinə yetirim? Günümüzün sadiqi və itaəti möminlərə vacib olan şəxsi Həzrəti
müntəzər Məhdi əleyhissalamdır. Allah-u Teala bizi onu sevən və ona itaat edən salih qullarından qərar versin.